Yenə gəldi kələm kimi altdan üstdən qat-baqat geyinmə günlərimiz. Bu günləri də qış paltarlarını yığışdırdıq. Sizdə də eləncədir, qış paltarları daha çox olur, yoxsa yay paltarları? Beləliklə dedim əşi, nəysə bu gün də bunu aradan çıxardım, tökdüm bütün evdəki nə qədər paltar var idi. Sözünüzü deyəsən bizdə yay paltarları qış paltarından çox çıxdı və beləliklə geyinmədiklərimizi də ayırdım. Görək hələ onlarda nə edəcəm. Beləliklə də Zəhra da sağ olsun mənə kömək eləyirdi. Evdə bir daha ağzıma gətirməyəcəm ki, çünki mənim paltarım yoxdur. Gördüyünüz kimi nə qədər paltarım var imiş, heç xəbərim yox imiş. Nəysə səsə salmayın, çünki sonda yoldaşımın da burada qədimidən qalma yeyi var ki, göm xatirəsi vardı, atmır. Ona görə də mən də saxlayıram. Gördüyünüz kimi burada da şallar çox imiş. Hicabım eyni taxsam da gündəlik, amma şəriflər çoxdur. Çünki mən çox da hicab taxa bilmədiyimə görə hər zaman şərif taxıram. Nəysə, yoldaşımın da şeylərinə saysanız daha gözəl olur. Çünki deyəsən onun kurtkası daha çox imiş. Beləliklə, burada da səliqəyə saldım. Görək hələ neçə gün belə qalacaq. Və gələn vloqlara qədər hələlik sizlər də nə edirsiniz? Qış paltarlarınızı çıxartmısınız, yoxsa hələ gözləyirsiniz? Hələlik.